Dostlar, bir daha salamlayıram sizi. İstəyirəm belə bir açım edim. Ağlımdakı insan necə biridir? Ağlımdakı insan necə biridir? Gəlin belə bir açım edim sizə. 3 variant qoyacağım. Baxın, necə kart atıldı. Həyatınız yaxşı tərəf gedir. Ağlımdaki insan necə biridir? 3 variant dostlar. Birinci kart olacaq sizin gördüyünüz. Siz onu necə görürsünüz? Və əslində olan 3 variantdır. 1, 2, 3. 1, 2, 3 dostlar. Mən birinci variantdan başlayıram. Ağlınızdakı insan necə biridir? Sizin gördüyünüz. Baxın, siz onu daha impulsivni bilirsiniz, aktiv görürsünüz, impulsivni bilirsiniz. O belə tələsən adam, biraz kobudlu ola bilər də belə. Həm aktivdir. Siz onu belə görürsünüz. Belə tələsən, biraz tez yeriblənən, biraz çılğın. Əslində o sizi sevir. Şaşırsınız, üzdən belə görünür, amma sevgisi ola bilər içindədir, realda. Və sizi sevir, belə bir şey də deyim. O insan seçim içində qalarsa, sizi seçər. Sizi seçər. Və yaxud da, yəni bu insan kimi sevir, onu seçəcək. Sevdiyi insanı seçəcək. Gözəl gördüyünü seçəsidir. Məsələn, ağılla belə, məntiqlə, ağılla belə seçim eləməyəcək də. Kimi sevir, onu seçir. Böyle bir adamdır. İkinci variant. Sizin gördüğünüz kimi bu insan nəsə bacarığı da var. Ola bilər nəsə bir sənəti var da. Başa düşdünüzmü? Nəsə eləyir, yarada bilir. Yaxşı görürsünüz siz bunu. Pis adam kimi görmürsünüz. İşini biləndir. Buna nəsə İşi yaxşı gedir bu adam. Maddiyyatdan işində gücünü olan adamdır. Amma əslində göründüyündən daha yaxşıdır, daha müdrikdir. Ola bilər, inancılı da ola bilər bu adam. Müdrik insandır çox. Məsləhət verməyə xoşlayır. Belə deyim. Biraz komplekslər də var, amma yaxşı insandır. Görmürəm mən bunu. Yaxşıdır. Buna qulaq asmaq olar. Yaxşıdır. Böyük hərfdən çıxıb burada da. Çox yaxşıdır. Mən yaxşı görürəm, yaxşı adamdır bu, insandır, çox müdrikdir, məsləhət də verəndir. Yəni necə deyim, pis görmürəm, çox gözəl insandır, insan kimi. Burada üçüncü variant, siz necə görürsünüz? Siz də bunu çox gözəl, bacarıqlı insan kimi görürsünüz. Bu da yaradıcı insandır, 100% yaradıcı insandır, güclü insandır. İhtiraslı insandır. Belə də yəni ihtiras barədə də güclüdür. 100%, %100. Nə məqsədinə çatan adamdır, hədəfinə çatan adamdır. Və nə olur olsun, əslində də bu insan, əslində də nə baş verir versin, həmişə sonuc bu adamın xeyrinə bitməlidir. Sonuc olaraq bu adamın xeyrinə bitməlidir. Başa düşdünüzmü? Belə bir adamdır, əslində də belədir. Olduğu kimi də görürsünüz deyə bilərəm. Bax belə dostlar, yenə çalışıb açımlar edəcəm. Yeni iliniz düşərli olsun, uğurlu olsun. Hamınıza xoşbəxtlik arzu edirəm.